Su təqdim edir. 19. əsrdə Popov radionu kəşf etdi. Говорит Моskva. 20. əsrdə dünyada internet yarandı. İndi isə 21. əsrdir. Siz İrəli radiosunu dinləyirsiniz. Hər vaxtınız xeyirli olsun, əziz İrəli radiosunu dinləyiciləri. Salam aleykum, hər kəsə xeyirli cümələr, xeyirli günlər. Distur verilişi bu cümədə efirdədir. Efirdə mən Əfsanə və mən Sahil olacağıq bu bir saat ərzində. İnşallah. Bugün biz dünənki gün münasibəti ilə gənclər haqqında və elə gənclik haqqında danışacağıq. Danışan da gəncdir, qonaqlarımız da gəncdir. Elə istəyərdik ki, bütün gənclər də bugün bizi dinləsinlər. Biz gənclər və onların problemləri və ya sadəcə arzuları haqqında söhbət eləyəcəyik. İlk dəfə disput verilişində sizə bir sürprizimiz olacaq. Bu isə canlı musiqidir. Bəli, biz sizə bunu da elədik və efirdə canlı musiqimiz olacaq. Gəlin əvvəl onlar da sizlə salamlaşsın, sonra bir musiqi ifası eşidək. Buyurun. Biz də bütün bizi izləyən tamaşaçıları salamlayırıq və onların dünənki gənclər günü münasibətilə təbrik edirik. Və inşallah bugün onlara gözəl bir musiqilər səsləndirərik və onlar da bu dünənki gənclər günündə bizim musiqilərimizdən pay alarlar. İlk öncə bizi dinləyənlərin hamısını salamlayıram. Hər vaxtlarına xeyir diləyirəm. Və onları dünənki gənclər günü münasibəti ilə təbrik edirəm. Və inşallah belə güman edirəm ki, bugünkü musiqilərimizlə onlara xoş təəssüratlar bəxş eləyərik. İnşallah və canlı musiqiyə keçid alaq ya necə? Əgər özlərini hazır hiss eləyirlərsə canlı musiqi ilə başlayaq. Onlara da maraqsın. Başlayaq. Başlayaq. Tutaq hacı, başlayaq.
Bəli, bu qədər. Çox gözəl ifa idi. Biz çox bəyəndik. Ümid eləyirəm ki, bizi dinləyənlər də bəyənər. Onu qeyd eləmədik daha doğrusu. Gəlin qeyd eləyək ki, bu Ecazkar qrupunun adı Bakustika qrupudur. Bəli, səhv eşitmədiniz. Akustika yox, Bakustikadır. Bakı akustikası. Yəni Bakının səsi. Buyurun, özünüz danışdın. Bakustika, Bakı və akustika səsinin, yəni sözlərin birləşməsindən və ortada aku sözü, yəni ortaqdır. Bakustika, yəni mənası Bakının səsi. Yəni Bakının akustikası. Bu adını da ona görə qoymuşuq ki, biz bir musiqi üzərində aparmırıq. Yəni işlərimizi. Caz, muğam, flamenko, blues, bir çox yəni dünyəvi musiqilərlə qatırıq öz musiqimizə və düşünürük ki, yaxşı alınır. Çox sevindirici haldır ki, bizim gənclər musiqiyə meyl eləyirlər. Bu həqiqətən sevindirici haldır, çünki Azərbaycanda gənclərin istiqamətlənəcəyi çox sahələr var. Bunlardan bəziləri həqiqətən bəyəniləcək və alqışlanacaq sahələrdir ki, bizim gənclər hazırda onu icra eləyirlər. Bəziləri isə çox təəssüf doğuran hallardır ki, gündəlik ictimaiyyətdə hər birimiz demək olar ki, bu hallarla qarşılaşırıq. Ümid eləyək ki, elə tək ki, hamı öz meylini müsbət istiqamətə kökləsin. Gəlin qonaqlarımız bir-bir özlərini təqdim eləsinlər. Mən Babək, Bakustika qrupunun əsas gitaristi və mahnıları aranjman edən Canbaxış Cəfəri, mən qrupun solo ifaçısıyam və həm də zərb alətləri üzrə ifaçıyam. Mən Pərvin Hüseynova. Havalarla əlaqədar olaraq bizim Pərvin Hüseynova, köməkçi gitarist və vokalist. Biz doğrudan çox sevinirik ki, bu gənclər bir-birini tapıb, birləşib və bir amal uğrunda çıxış eləyirlər. Gəlin elə isə biz biraz söhbət eləyək. Növbəti ifaları, hətta biz yəqin ki, istək musiqilər də ala bilərik bu günlər. Yəqin ki, zakaz pulsuz olar bugün bizim şərəfimizə. Bəli, gəlin biraz söhbət eləyək. Doğrudan da Azərbaycan gəncliyinin istiqamətlənəcəyi sahələr çoxdur. Çox sevindirici haldır ki, idmanda, futbolda olmasa da digər idman sahələrində nailiyyətlərimiz var və bu dünya ictimaiyyətində də əks səda doğurur. Burada güləş, karate, şahmat və s. kimi dalları qeyd eləyə bilərik, judo və s. kimi sahələri qeyd eləyə bilərik. Bizim bugün qonağımız olan gənclərdən biri də məhz idmanla məşğul olub. Həqiqətən alqışlanacaq haldır bu. Buyursun, özü o haqda danışsın. Bəli, həqiqətən mən özüm bir çox nailiyyətlərə nail olmuşam və hansı idman üzrə onu da deyəcəm. Yunan-Roma güləş üzrə 8 ilə yaxın məşğul olmuşam. Sizin səsiniz yaxşı eşidilmir, biraz möhkəm danışın, deyirlər. 8 ilə yaxın məşğul olmuşam Yunan-Roma güləşi ilə. Respublika Olimpiya İdman Liseyində. Yəni Həmçinin gənclərimiz ali təhsil də alırlar. Yəni sadəcə onlar müəyyən ifa eləmirlər, həmçinin ali təhsilə də meyillidirlər. Bu da doğrudan təriflənəcək haldır. İndi onlar. Canbaxış və mən Anadolu Universitetində distant təhsil alırıq və xanım isə Pərvin isə hələ ki hazırlıq mərhələsindədir. İnşallah o da sizin kimi tələbə adın. O da öz sənədlərini vermək istəyir. İnşallah o da qəbul olar. Həm musiqi, həm də oxumaq. Bu doğrudan da sevindirici haldır. Gəlin biraz statistikadan danışaq ki, Azərbaycanda gənclərin bir müddət əvvəl hansı ki, keçmiş 10 illiyə nəzər salsaq, ali təhsil alanların və ya bu tipli sosial fəaliyyət göstərənlərin azlıq təşkil etdiyi bir dövrlər yaşanırdı. Çox şükürlər olsun ki, hazırda Azərbaycanda ali təhsil alanlar və həmçinin müəyyən başqa fəaliyyətlər göstərən insanların sayı olduqca artıb. Bunun müqabilində isə narkomaniya, alkoqolizm, spirtli içkilərin aludəçiliyinə çevrilmək və s. kimi hallar isə nisbətən göstərici olaraq azalıb. Ümid edirik ki,
ümumiyyətlə bunlar ləğv olunar. Bizə yazırlar ki, biz artıq sizi dinləyirik. Qonaqlarınızın səsi çox yaxşıdır. Mövzunuz da maraqlıdır. Bəli, mövzunuzla bağlı fikirlərinizi də bizə yaza bilərsiniz. Biz sizi eşitməyə hazırıq. Əvvəllər belə bir araşdırma aparılıb ki, biraz acınacaqlı haldır. Təbii ki, kitab oxumayan gənclik üçün. Deməli, hər Yapon il ərzində 70 kitab, hər fransız il ərzində 17 kitab, hər ABŞ əhalisi, Amerikalı il ərzində 20 kitab, hər türk 7 nəfərdən biri bir kitab oxuyur. Azərbaycanın göstəricisini isə məncə bundan sonra deməyə ehtiyac duymuram daha doğrusu. Çünki kitab oxuyan gəncliyimiz doğrudan da azdır. Bunun müqabilində instituta qəbul olanların sayı artıb. Onlar artıq elmi kitabları daha çox oxuyurlar. Bədii kitablardan isə uzaqlaşıblar. Həmçinin onu da deyə bilərəm ki, gəncləri bu dəqiqə ən çox maraqlandıran sosial şəbəkələrdə aktiv olmalarıdır. Yəqin ki, dostlarımız da sosial şəbəkələrdə aktiv olanlardandır. Yəni, hər biriniz orada varsınız. Onlar öz qruplarının reklamını da öz səhifələrində, qruplarının hətta səhifələri də var. Facebook sosial şəbəkəsində Bakustika yazsanız. Abi biraz əyləncəlidir. Çünki məsələn, məcbur olduq bunu yapmağa. Biz şəhərə çıxanda insanlardan daha çox bir mahnı var, Dolya Varavskaya. Onu istədik. Biz də Bakustika qoymaq istəmədik. Hər küçəyə çıxanda bizim belimizdən, misal üçün əlimizdə hansısa bir aləti görəndə onlar bizdən məhz bu mahnını tələb edirdilər. Biz də doğrudan da bu mahnıdan, tək biz yox, ümumən gitaristlərdən söhbət edirəm, yəni çoxsu, əksəriyyəti bundan yəni bezib həqiqətən də. Biz də ona görə biz də Facebook sosial şəbəkəsində qrupumuzun adını belə bir şəkildə təqdim eləmək istədik ki, Dolya Varavskayadan bezən gitaristlər. Demək ki, biz sizin fan səhifəvizə, one page-vizə belə girə bilərik. Çox gözəl, doğrudan da çox maraqlı haldır ki, bir müddət bundan əvvəl hansısa şəhərin tanınmış mərkəzi küçələrində insanlar sadəcə alətlər belində gəzdiyi halda, bugün artıq onlar yerdə oturub müəyyən musiqi ifa eləyirlər və onların ətrafına... Küçə mədəniyyəti deyilir, küçə musiqisi mədəniyyəti deyilir, üzr istəyirəm. Buyurun. Bu mədəniyyət əsasən İspaniyadan gəlmişdir. Yəni Bakıya, yəni ondan qidalanır. Çıxardıb daha sonra belə mədəni formada musiqimizi ifa etdirmək üçün Anadolu Universitetinin rektoru Azər müəllimi təşəkkür edirik. Çünki doğrudan da bizə şərait yaratdı. Orada bizi bir yerə cəmlədi və biz də belə çalışırıq ki, yaxşı olsun. Doğrudan adımızı ürəyimiz istədiyi kimi, yəni ictimaiyyətə, xalqa çatdıraq, dinləyiciyə. Ən əsas bizim üçün önəm kəsb edən dinləyicinin fikri, ideyası, ondan sonra yəni onun zövqü məncə pis alınmır. Yəni oxşuyuruq zövqlərə. Mən də belə düşünürəm. Hər halda siz hansısa, harasa ictimaiyyət içində dəvətlər alırsınızsa, bu artıq sizin uğurunuzdur. İndi dinləyənlər bizi görmürlər. Onlar yaşları etibarilə də çox gəncdirlər. Hər halda ali təhsil alırlarsa, heç maksimum 20 yaşları yoxdur. Doğrudan da 20 yaşlı gənclərin harasa bir amal uğrunda çəkici eyni yerə döymələri bu artıq sevindirici haldır. Bayaq sizin sözünüzün qüvvəti, hər bir gəncin içində müəyyən bir istiqamət, enerji var. Sadəcə o enerjini düzgün istiqamətləndirmək lazımdır. Nə xoş sizin halınıza ki, sizin ali təhsiliniz aldığınız mərkəzlər artıq bunu ediblər. İnşallah bütün ali təhsil verən universitetlər və institutlar hamısı bu amala xidmət edərlər. Çox sevindirici haldır ki, doğrudan universitetlərin tərkibində gənclərin özünün sosiallaşa biləcəyi məkanlar var. Bunlar gənclər təşkilatları və elmi sahədə çalışdıqlarına görə isə elmi cəmiyyətlər formalaşır. Bizə deyirlər ki, bəlkə bir musiqi sədasını da eşidək canlı-canlı sizdən. Nə fikirləşirsiniz? Əlbəttə ki, buyurun, siz hazırlaşana qədər gəlin biz də dinləyicilərin yazdıqlarını oxuyaq. Bizə yazırlar ki, sizi çox bəyənirik, artıq qonaqlarımızın səsi biraz zəif gəlir deyirlər. Sadəcə bu havanın soyuqluğu ilə əlaqədar olan bir şeydir. Biz indi duyduq hansını ifadə edirik, Azərbaycan xalq mahnısı.
Həmin üçün bu duyduğu İspan musiqisi var. Yəni onun ifa edən Didulya var. Onun flamenko mahnısına sintez eləmiş. Çox gözəl. Buyurun, biz sizə eşidirik. Bəli, əzizlərimiz maraqlı musiqi idi və maraqlı çox gözəl ifa və yenidən mən də qoşuldum efirə. Bir daha hər birinizi salamlayırıq. Uzun fasilədən sonra. Bəli, hər birinizə uğurlu günlər arzu edirik. Elnarə Kərimova bizim salamlayırıq buradan. Bizim canım aparıcımız. Salamlar bütün gənclərə. Sual: qonaq gənclər indiki digər gəncləri necə görmək istəyirlər və özlərin əsas hədəfləri nədir deyə sual verirlər sizlərə. Əsas hədəf deyərkən, yəni şəxsi həyat yoxsa? Ümumiyyətlə, yəni gələcəkdə özünüzü necə görmək istəyirsiniz? Bizim əsas hədəfimiz bu musiqi qrupu ilə bağlıdır ki, biz musiqimizdə muğam olduğu üçün istəyirik, yəni muğamı başqa musiqilərlə sintez edib, ən azından sintez etdiyimiz musiqi, yəni xalqlara çatdıra bilək. İnşallah bacararıq. Əsas odur ki, yəni muğamımızı tanıdaq. Yəni belə dövlət dəstəyi nəticəsində kifayət qədər tanınır, amma istəyirik ki, yəni tək alim Qasımov yox. Gənc auditoriyalarda da muğam dinlənilsin. Doğrudan da onların hədəfləri şəxsi həyatda bilmirəm nədir, amma ən azından karyera baxımından inşallah istədiklərinə nail olarlar. Nərgiz və Veysəl Uluq çifti bizi dinləyir və dostlarımıza salam göndərirlər. Onlar daha sonra Elnarə yazır ki, dostlara uğurlar arzuluyuruq və indiki gənclərə münasibətiniz, yəni sizin həmyaşıdlarınız gənclərə belə münasibətimiz odur ki, kifayət qədər gənclər var ki, dövlət üçün, məsələn üçün, Azərbaycan üçün nəsə eləyirlər. Doğrudan da böyük işlər görənlər var. Amma ki, istəyər daha çox, məsələn, bu tanınmayan, yəni
eləsin var, içində böyük həvəsi var, amma nəsə kompleksi var, çəkinir, demək istəmir. Əslən o kompleksi içində öldürmək lazımdır və daha çox həvəskardan professionallığa qayıtmalıdır. Doğrudan mən sizin fikrinizi dəstəkləyirəm, amma sadəcə mən özüm bilirəmsə ki, mənim içində hansısa bir potensial var, onu hansısa bir dövlət qurum araşdırıb tapmalı deyil, mən cəhd eləməliyəm və indiki gənclərdə siz demişkən kompleks var, nəsə həvəssizlik var. Nədir bunun səbəbi siz gənc olaraq? Həvəssizliyi bir şey qeyd etmək istəyirəm. Bu həvəssizlik nədən irəli gəlir? Ondan irəli gəlir ki, biraz hər cəmiyyətin içində təbəqələr var da, bildiyimiz kimi. Bu hər insanda bir təbəqədən çıxır və bu təbəqələrdə o içindəki potensiala kim necə baxır? İctimai rəy yəni. İctimai rəy. O ictimai rəy onu ola bilsin hardasa həvəsdən salır, hardasa utanır. Misal üçün oxumaq həvəsi varsa, o həvəs misal üçün itib gedir. Valideyn, bəli, ən əsas valideyn baskısı var. Valideynin misal üçün təkanı var. Mənim uşağım oxusun, həkim olsun. Məsələn, övlad həm oxuyub həkim də ola bilər, istədiyi musiqi ilə, idmanla da məşğul ola bilər. Yəni övladın özündən çox şey asılıdır. Mən belə düşünürəm ki, yəni mənim ixtisas baxımından da psixoloqam, dostlar bəlkə də məni tanımırlar. Yəni mən belə düşünürəm ki, əgər özləri istəsələr, hər şeyə nail ola bilərlər. Sadəcə normal zamanda daha doğru zamanı seçmək lazımdır hər hansısa bir fikri demək üçün. Bir də yanaşmadan çox şey asılıdır. Məsələn, mən bugün valideynimə olar mən bir şeyi edim, bu inamsız cümləni qursam, təbii ki, o mənə yox cavabını verəcək. Mənim cümləm mən bunu etmək istəyirəm olmalıdır. Həmin anda mənə bəli, həmin anda mənə təbii ki, dəstək gələcək. Yazırlar ki, biz də sizə uğurlar arzulayırıq. İnşallah səsiniz yuxarılardan gələr. Çox sağ olun. Biz də deyirik sizə. Deyir, orada səhv etmirəmsə, qonaqların arasında xanım da var. Onun niyə səsi gəlmir bəs? O biraz utancaqdır. Həm də soyuq hava ilə əlaqədar olaraq xanımın da səsini eşitmək istəyir. Özü də yazan da xanımdır, narahat olmayın. Ən azından bizi təbrik eləyin, sizi təbrik eləyin gənclər münasibəti ilə. Gənclər günü münasibəti. Təbrik edirəm bütün gənclər günü münasibəti ilə. Mən də ümid eləyirəm ki, nə vaxtsa siz bu kompleksdirmi, utancaqlıqdırmı, bundan qurtulub daha sosial birinə çevriləsiniz. Ən azından bugün bura gəlməyiniz də bir mədəni cəsarətdir. Mən sizin hamınızı alqışlayıram. Biz xanımın ifalarını eşidəndə bizə daha çox xoş olur. Yəqin ki, o danışmaq istəmir. Biz hamının fikrinə hörmətlə yanaşırıq. Daha sonra bizə yazır İnci ki, mən sizi dinləyə bilmirəm, çox təəssüflər olsun ki, hava ilə əlaqədar işıqlarımız sönüb. Bəli, Azərbaycanın bəzi yerlərində çox təəssüflər olsun ki, belə problemlər yaranır. Gəlin gəncliyə qayıdaq. Bugünkü gənclərimiz hansı sferada daha çox özlərini göstərirlər deyə yanaşsaq, siz hansı təkliflər eləyərsiniz? Yəni, hansı sferada gənclərin sayı daha çoxdur? Məsələn, bu saat belə düzün desə, yəni gənclər daha çox mədəniyyətdən çox, daha çox, belə bir söz var, məhəllə hörməti. Daha çox onlara qaçırlar ki, hörmət yıxsınlar ya, belə, istədiyi içindəki işi görmür ki, mənə dost tanışım. Filan kəsdən ayıbdır. Bəli, ayıbdır, yəni, nə deyirlər. Azərbaycanın ən böyük bəlasıdır o, çox təəssüf. Bizim ailədə çox şükür ki, mənim atam özü də cavanda musiqisi olduğu üçün qabağa çəkib məni. Belə yeri gəlmişim deyim ki, dünən gənclər günü münasibətilə biz klubda, Anadolu Universitetinin uşaqlarını təşkil elədik, klubda çıxış elədik. Yaxşı, pis də alınmadı, yaxşı alındı. Hər halda sizi ictimaiyyət içinə çağırırlarsa, doğrudan ifalarınız bəyəniləndi və doğrudan da mən də, elə Sahilin özü də, bugün Sahil nəysə 2 verilişimdir ki, Sahil passivlik eləyir. Mən sonra Sahilin ifadəsini alacağım. Amma ən azından efirimizə şərait yaratdığı üçün Sahilə təşəkkür eləyirik bizdən. Dünən gənclər günü biz çox super qeyd eləmişik, ona görə yorğunçuluqdur biraz. Amma mən çox təəssüf hissi ilə qeyd edirəm ki, dünən hava müxalifəti ilə əlaqədar olaraq bizlər təəssüflər olsun ki, çoxumuz, yəni gənclər günün evdə qeyd elədik. Hətta bizdə işə gedən belə olmadı. Sahil, inandırım səni. Radioda keçirdik gənclər gününü, o qarlı, çovğunlu havaya baxmayaraq, həqiqətən maraqlı qonaqlarımız da var idi və dinləyicilərimiz də aktivlik göstərirdilər və
bütün dinləyicilərimizi bir daha salamlayır və bir daha dünən bizdə İrəlidə verilişində İrəli İctimai Birliyi, Maliyyə Nazirliyi və Gənclər İdman Nazirliyinin birgə layihəsi olan Qış Universiteti layihəsinə seçilmiş gənclərin adları açıqladı və siz o qapıya baxsaz gördüm mən çox maraqlı. O qapıda həmin gənclərin adları və gənclərin hansı gənclərə kimlərin komanda kapitanlıq eləyəcəkləri. Bu arada sadəlik olaraq qeyd eləyək ki, Sahil Nağzadənin də adı orada qeyd olunub və o kapitan statusu ilə komandanın kapitanı da Uğur komandasına. Mən inanıram ki, Uğur komandasının üzvləri məni dinləyir hazırda və uşaqlara demək istəyirəm ki, gənclər narahat olmayın, Qəbələdən Uğurla biz qayıdacağıq və İnşallah biz də buna inanırıq. Bəli, Uğur bizimdir. İstərdim gənclərimizə söz verək və bu günləri musiqi neçə vaxtdır biz canlı ifa dinləmirik həqiqətən. Biz onlara çox təşəkkür edirik. Bu soyuq havada bizi tək qoymadılar. Nərgiz Uluq yazır ki, musiqi sferasında gənclərin sayı daha üstünlük təşkil eləyir. Biz belə bir araşdırma aparmışdıq. Bizim müəllim, psixoloq Məhrəm Əliyev deyir ki, mənim araşdırmalarımın nəticəsi göstərdi ki, Azərbaycan cəmiyyətində ictimai rəy insanları o qədər sıxır ki, Azərbaycanda şair və musiqiçi sayı daha üstünlük təşkil edir. Çünki insanlar eləyə bilmədiklərin ya mahnı ilə ya da şeirlə ifadə eləyirlər ki, işlərində qalmasınlar. Ümid edirəm ki, siz öz arzunuzla bu sənəti seçmisiniz və buyurun növbəti ifanızı eşidək biz sizdən. Qonaqlarımıza valla suallardan çox deyirlər ki, çox danışmayın, gəlin biz sizə qulaq asaq. Hətta bugün mənim səsimi belə eşitməkdən imtina eləyənlər var. O qədər gözəl səsin var ki, sənin səsindən də imtina edirlər artıq. Mən növbəti verilişdə Sahil, biz səninlə danışarıq. Həqiqətən də musiqi ruha qidadır və insana zövq verir artıq dərəcədə. İnsanı bir sözlə deyim, ruhən sağaldır, ruhən müalicə edir və biz də canlı musiqi dinləyək və həqiqətən qonaqlarımıza İrəli Radiosu adından öz dərin minnətdarlığımızı bildiririk ki, çox sağ olun gəldiniz. Əfsanə xanıma da təşəkkürlərimizi bildiririk ki. Mən də İbrahim Yusifova təşəkkürümü bildirirəm ki, o bu gənclərlə bizim... İcazə versəydin, deyimdə niyə görə sənə təşəkkürümü bildirirəm? Sən mənə hər şeyə görə təşəkkür edirsən, mən də buna çox şad oluram. Zarafatdır və istərdim elə çox danışmayaq, keçid alaq musiqimizə. Buyurun gənclər. Bir şey qeyd etmək istəyirəm. Biz indi burada xalq, həm İranın, həm Azərbaycanın xalq artisti olan, Cənubi Azərbaycanın xalq artisti olan Yaqub Zurufçunun Ayrılıq mahnısını ifadə eləmək istəyirik və bu mahnını sevib ayrılanlara və vətən həsrəti çəkənlərə həsr eləmək istəyirəm. İstəyirik həmçinin. Çox şad olarıq. Sahil dedi ki, musiqi ruhun qidasıdır. Buyurun, Sahili müalicə eləyin. Biz sizi eşidirik. Bəli, əsas müalicə Əfsanə xanıma lazımdır, çünki soyuqluyub nəsə bu aralar. Və dinləyək. Buyurun. Fikrindən gecələr yata bilmirəm. Bu fikri başıma ata bilmirəm. Fikrindən gecələr yata bilmirəm. Bu fikri başımdan ata bilmirəm. Neyləyim ki sənə çata bilmirəm. Neyləyim ki sənə çata bilmirəm. Ayrılıq, ayrılıq, aman ayrılıq. Hər bir dərddən olar yaman ayrılıq.
fikrindən qara gecələr bilmirəm gedimən hara gecələr uzundur fikrindən qara gecələr bilmirəm gedimən hara gecələr vuruldur qəlbimə yara gecələr vuruldur qəlbimə yara gecələr ayrılıq ayrılıq aman ayrılıq hər bir dərddən olar yaman ayrılıq 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 aman ayrılıq hər bir dərddən olar yaman ayrılıq. Bəli, əzinəcərimiz ayrılıq mahnısının sədaları altında dedim, bəlkə sağollaşaq biz dinləyicilərimizlə. Qonaqlarımız sizlərdən ayrılır. Buyurun, buyurun. Buyurun. Yox, buyurun siz. Qonaqlarımız bizdən ayrılır, amma son bir ifadə olacaq. Gəlin hər birinizə dinləyicilərimizin bir sualını verin və bununla yekunlaşdıraq. Bayaq kitablardan danışdıq. Ən çox oxuduğunuz kitablar, əgər varsa oxuduğunuz kitablar, buyurun. Ən çox oxuduğunuz kitabın adın hərəniz? Deməli, Varis Yolçiyev, Sonunculan Ümidlərdir. Mən onu oxumuşam, artıq o çoxdanın kitabıdır, gecikmişsiniz. Mircəlal, Bir Gəncin Manifesti. Onu da oxumuşam. Solo gitar metodu. Bu dərslikdir, bunu oxumamışam. Belə ən azından yaxşıdır ki, hamınız oxumağa meyillisiniz. Son bir sual vermək istəyirəm. Bu şəxsi bir sual. Yəni özümə maraqlı gəldiyi üçün verirəm. Gənclərimiz bir müddət əvvəl geyimləri fərqlənirdisə, bugün artıq hamının saçı fərqlənir. Bugün bizim qonaqlarımızın da saç düzümləri, yəni normalın dışında, yəni biraz normaldan fərqli. Ay, sağ olun. Biraz fərqlidir. Çox xahiş edirəm, bunun nədənini bizə açıqlayın və son ifa ilə yekunlaşdıraq efiri. Mən saçlarım uzun olanda daha özümə inanmıyorum. Bilmirəm niyə, bəlkə də absurd bəhanədir, amma saçlar uzun olanda özümə daha inanmıyorum və gitar salanda başımı aşağı salanda saçlar töküləndə belə mənə daha şarmlar olunur. Aha, buyurun siz. Mən yox, stildən kənar mən yaz yay aylarında saçımı adətən qışa kəsməyi daha üstün bilirəm özümə. Çünki adətən insanın başının dərisi elədir ki, nəfəs almalıdır. Bu yayda havalar daha isti olduğu üçün qışa saxlayıram. Amma qışda havalar daha soyuq olduğu üçün, kəskin gördüyümüz kimi -8 dərəcə şaxta var çöldə və papaqla filan daha isti olur məncə. Bu bir kənar həm də gözəl yaraşır. Oy, həm də sadə bir gəncliyimiz var. Bizim xanım da desin fikrin. Yəni stil saxlayıram. Yəni bu sadəcə tərz olaraq xoşunuza gəlir. İmage, bəli, Sahilin də saçları normalın dışındadır. Mən saçım normaldır. 6 ildir məni tanıyanlar bilir ki, artıq normaldır. 6 il bundan əvvəl görəndə desəydim, bəlkə elə olmazdı. 6 ildir bu vəziyyətdədir saçım. Mənim qardaşımın da, o da elə sizlə təqribi yaşıda olur, onun da saçları biraz qəribədir, yəni cəmiyyət tərəfindən normal qarşılanmır. Bu sadəcə maraqdan sorulmuş bir soruydu. Buyurun, son ifanız nə olacaq və son sözünüzü deyin. Son söz, ən nifrət elədiyim sözündür, son sözüdür ki, son söz. Yəni bugünlük yekun. Verişimiz üçün son fikirlərinizi bildirin. Verişiniz üçün son fikirlərimiz. Mən çox məmnun oldum, çox şadam ki, sizin
radioda iştirak elədim, yəni ifa elədim, öz fikirlərimi bildirdim gəncliklə bağlı, yəni azad fikirlərimi, ən əsası odur. Yəni şadam, çox sağ ol, sizə minnətdarlığımı bildirirəm. Və sonda bir mahnı oxumaq istəyirik və bu mahnı sizə deyirəm ki, gələn səfəri çağırsaz pis olmaz. İnşallah, inşallah. Ümid eləyirəm ki, nə vaxtsa çox böyük səhnələrdə iştirak eləyəndə ən azından bizi də yadınıza salarsınız və hansı status almağınızdan asılı olmayaraq nə vaxt dəvət etsək gələrsiniz. Xanımımız da son söz, heç olmaya yekunda səsiniz eşidilsin. Mən də çox təşəkkürümü bildirirəm sizə. Biz dəvət etdiyinizə görə bura. Çox sağ olun. Biz təşəkkür eləyirik ki, siz gəldiniz bu soyuqlu havada. İnşallah daha isti havalarda, daha yaxşı günlərdə görüşək. Buyurun, son ifanız Sahil, sənin yekun sözün. Mən ilk son bir şey söyləmək istəyirəm. Üzr istəyirəm, çox üzr istəyirəm. Yox, buyurun. Mənim həm necə deyim, biraz mənə yol göstərən Rəmal Rəsul professional müğənni, ifaçı, gənc ifası, ən əsası odur, gənc ifaçı var və o mənə yol göstərir, həm də mənim bir çox seçdiyim mahnılar onun üslubunda gedir, ondan götürmüşəm mahnıları yəni və mən buradan ona çox dərin minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Tural Bakuvi var, görkəmli bəstəkarımız, gözəl bəstəkarımız, ona minnətdarlığımı bildirirəm və sonda gözəl bir mahnı istəyirəm. Atama təşəkkür edirəm, mən bu yerə kimi gətirib gitar çalmağı öyrədim. Biz sizi ən azından bugün evdən icazə verdiklərinə görə bütün valideynlərinizə və ən azından bura gəldiyiniz üçün sizə təşəkkür edirik. Adını vermək istəməyən bir dinləyicimiz yazır ki, ayrılıq mahnısı lap yerinə düşdü, dərdimi təzələdiniz. Bağışlayın, o yenə üzr istəyirəm ona görə. Ən azından dinləyənlər ifanızı bəyəndi. Bu çox sevindirici haldır bugünkü gənclik üçün. Yekun fikir olaraq onu demək, mən bugünlük yekun fikir olaraq onu demək istəyirəm ki, səsiniz çıxdığı yerə qədər bağırın, ən azından kimsə sizi nə vaxtsa eşidə bilər. Bu bütün gəncliyə aiddir. İctimai rəy o qədər də önəmli deyil. Demirəm əxlaq normaların və ya digər normaları çiynəməyin, amma cəmiyyətin qoyduğu absurd fikirləri bu sizin üçün maneə olmasın və nə olursa olsun özünüz olmağa çalışın. İnanın bu sizi daha çox qabağa aparacaq. Səmimiyyət hər şeydən öndə gəlməlidir. Bugünkü verilişdə canlı ifamızı ən azından bizə şərait yaratdığı üçün Sahilə və qonaqların bura gəlməsində bizə vəsilə olan, mənim yerlim olan İbrahimə çox-çox təşəkkürlərimizi bildiririk. İnşallah nə vaxtsa onun da ifasını biz eşidərik. Bugün o alətsiz gəlmişdi deyə naruşeni elədi, kənarda oturdu və belə biz bugün yekunlaşdırırıq verilişi. Ümid edirik ki, gələn həftə yenə dinlənilərik. Buyurun, son söz sizdədir. Biz də sizə təşəkkür edirik ki, bizi çağırdınız və xalq bizi dinlədi. Başlayaq mahnımıza. Biz qrup variyanın Gözlərimi çizdim səni mahnısını oxumaq istəyirik. İcazənizlə təbii ki. Buyur Pərvin. Bir dəqiqə texniki səbəblərə görə biraz mahnımız gecikdi. Mən də o zaman dinləyicilərimizlə sağollaşım. Əziz dinləyicilərimiz, siz isə İradə Radiosunu dinləməyi unutmayın. Çünki Azərbaycanın ilk gənclər radiosu olan İradə Radiosu hər zaman sizləri sevindirəcək və hər zaman gözəl, maraqlı görüşlərlə sizlərin qonağınız olacaqdır. Və buyurun, söz sizdədir. Geçiyor günler, yine senden habersiz bekliyorum, gidiyorum buralardan sensiz. Resmini aldım karşıma, alıyorum sessiz sessiz. Poyrazımdım yüreğimde, esip durdun en derinde. Yolcuydum son seferinde, indirdin beni kayıp şehirde. Bekliyorum seveceğim, mevsim bahar geçse de o. Gözle
küçülüyorum. Of. Ela. Birazım. Sındım yüreğimde, esip durudun en derinde. Yolcuydum son seferinde, indirdin beni kayıp şehirde. Bekliyorum seveceğim mevsim bahar, geçse de yok. Gözlerime çizdim seni, açmaya korkuyorum. Büyümüyorum gözlerinde, gittikçe küçülüyorum. Büyümüyorum gözlerinde, gittikçe küçülüyorum. Gözlerime çizdim seni, açmaya korkuyorum. Büyümüyorum Gözlerinde gittikçe, küçülüyorum. büyümüyorum gözlerinde, gittikçe küçülüyorum.